Məsələn, 86. Eləyin görək. Qabağındakı. Deməli, alkin, sen, H2, üstə gərək O2. Əmələ gələcək karbon qazı və su. Karbon qazının N moldu deyə qabağına gətirib N qoyuram. Hidrogen 2N deyə qabağına suyunu gətirib N qoyacam ki, burada da oksigen miqdarını bərabərlə, hidrogen miqdarını bərabərləşdirək. Oksigen sağdan nə qədərdir? 2N buradadır, bir dənə də N buradadır, 3N. Gətirib bunun qabağına 3N bölək 2 qoyum ki, bax bunlar da ixtisar geçsin, qalsın 3N. İndi 1 molunun tam yanmasına alınan suyun kütləsi birinci düz deyirsən. 18N bölək 2-ni bölürəm 18-ə görürəm N-1-dir. Amma məndə suyun mol miqdarı nə qədərdir? 18. Yox, əslində yandıranda suyun mol miqdarı nə qədərdir? Baxın. N moldur da. Qabağında N deyil. Əslində suyun mol miqdarı N-dir. Bu mənə deyir ki, N-1 olsun. 18N-1 qədər deyil. Mən orada mol miqdarını tapdım da. Mol miqdarı gördüm N-1'dir. Əslində N-dir. Bu deyir ki, N-1 olsun da. Əslində olan bizdə nə varsa, bunun üzərində hamısını ştrix qoyuram ki, digərlərindən fərqləndirim. Yəni, N ştrix bərabərdir. N-1 olsun. Aparıb burada yerinə qoyanda hidrogenin mol miqdarı 2-ni vururam. N-1'ə eləcək 2N-1. Sən İbrahim, yolun səhv deyildi. 2N-2 daha doğrusu. Yolun səhv deyildi. Sadəcə olaraq bunu belə yazılı formada göstərmək mütləq lazımdır ki, gələcəkdə belə suallar düşəndə yaza biləsiniz. Yəni, Nəsə oldu ki o? mol miqdarı N deyil. Bir N'in yeni N olmasın da, N-1 olsun. Ha, anladım. Ondan sonra da deyir ki, harada N ştrix görürsənsə, apar yeni N-1 qoy. Burada N ştrix varmı? Apardım yeni N-1 qoydum, oldu ki N-1. İndi bunu belə verib kütlə də istəyə bilər. Kütlə belə baxanda nə qədər idi burada? 14 deyil, 14. Məsələn, N-1'i burada bunu hamısını N ştrix elədik də düz. 14 fərqləndirmək üçün. Bu da 14 N ştrixdir də, yəni. Əslində mən əsl nə varsa hamısını fərqləndirmək üçün üzərinə bir ştrix qoydum, işarə qoydum. İndi nə edəcəm? 14 N ştrixin yerinə bax, bunu nəzərə alacağam. N-1 eləcək 14 N çıx 14. Nədirsə, nəzərə almaq lazımdır. Özümüzdə olanları həmişə işarə qoyuruq, digərlərindən fərqləndirək deyə. 0-0'da çırası 30'da. 30'da. 89. 0-0. Yaxşı. 10 dəqiqə işləmiş buraxarım. Biraz eləyək. 10 dəqiqə 13 dəqiqə işləmiş buraxarım. Neçə dedim mən? 89. 100-ə kimi gələk. 0,2 kubmetr havada neçə litr etilen yandırmaq olar? Deyir, havada oksigenin həcm payı da 21%. Deməli, havanın həcmini 100 götürürsünüz. 100-ün 21-i oksigendirsə, bəs 79-u da şeydir. mən başqa qazları nə edirəm? 100-ün hidrogen deyil, havada hidrogen var. Havada hidrogen yoxdur, kosmosda. Oksigen lazımdır da mən nə edirəm o başqa qazları? 100-ün 21-i oksigendir. 70'də. Hava da deyir, burada 0,2 kubmetr havada. Bəs 0,2-nin nə qədəri oksigendir? 70. Nə etmiş? Yox, bizə də gəlir. 100-ün 21-isə 0,2-ndəki olacaq 10,5. Allah, nə 10,5. Ayrıca hesablanmadı. 100 kubmetri 100-ün 21% oksigendirsə, 0,2 kubmetrin neçə faiz? Gəlin bu kubmetri litrə çevirək. Çünki litrdən istəyir sonda cavabı.
0.2 kub metr 200 litr deməkdir. 100-ün 21% isə 200-ün də 42-si eləyəcək də 100%-in 21%-i oksigen isə 200 litr havanın da 42 litri oksigen eləyəcək. Peki, dalınca eləyirsiniz. Neçə litr etileni yandırmaq lazımdır? Bir dənə etilenə nə qədər oksigen sərf olunur? 3 mol oksigen. Niyə? Çünki qabağında 3n bölü 2-də idi oksigenin bayaqları. Qabağında düstur neçə idi? 3n bölü 2 idi də. 2-nə aparıb yerinə qoysam 2 ilə 2 ixtisar gedir, 3 edəcək. 1 mol deməli, nə dedik? Nə soruşurdu? Neçə litr? 22,4 litrə 3 mol oksigen sərf olunursa, burada 42 deyir də. 42 litr olanda nə qədər? Nə çox oldu? Burada nəyi səhv elədik biz? Neçə litr etilen yanır? 42-ni 3-ə bölürük. Daha bir səhv olmaz. Biri 3-dürsə, Deməli, neçə litr etilen yandırmaq 14 olar? 1-ə 42 gedirsə, 1-ə 3 gedirsə, x-ə 42 gedir. Neçə mol oldu? Bənə gördük. 42 şəbə mı? 42-ni 3-ə bölürük. Yox, deyən gibi birinci moldan işləyək görək. Çünki burada da moldan işləyək. Ana ara qoyum. Onu neydən bozurdum? Bir mola 3 mol oksigen sərf olunursa 42 litrə. Hə, belə litr. Heç normal şərait sözünü nəzərə almayın. Çünki belə bu litri, çünki bu özü də litr daha. 1 mola 3 molsa 42 litrə neçə litr? Təzədən litrə mən necə vurum? Bu da litrdir də onsuz da. Başa düşdünüz? Burada da bunu litr eləsəm, litrin kvadratı da eləsi deyil ki. 1 mola 3 moldursa, bax bu moldur. 42 litrə neçə litr edəcək? 42 bölək 3 edir də. O da edir 14. 14 litr. Normal şəraitdəki 22,4-ü nəzərə alsaydım, litri gərək litrə vurardım. Nə boyda alardım qiymət. Bu belə 91. Şey deyil. O formunu yazın görüm. 2,3 dibrom. 2 metr pentan. Pentan deyir, o dəqiqə 5 dənə karbonu yan-yana düzürsünüz. 2,3 dibrom deyir, ikinci, üçüncü karbonlarına brom birləşdirirsiniz. 2 metr pentan isə siyahısı. Bax, pentan deyir. 5 dənə karbon düzdüm. 1, 2, 3, 4, 5. Sonra ikinciyə, üçüncüyə brom birləşdirirəm. Çünki ikinci, üçüncü, 2,3 dibrom deyir. Qoydum. İkinci karbon atomuna deyir, metr də birləşdirir. Ay, sağ ol. Təzədən. Cavab Alalım. neçədir? Cavab. Bromları gəlib buradan götürəcək. Hə, sink gəlir. Bromları buradan götürür. Burada da 2 qat rahat dənə gəlir. Yox. Neçədir? Gəlin baxın görün neçə dənədir? 1, 2, 3, 4, 5. 5 dənədir. Bax 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 5 dənə. 2 qatlar fərqli yerlərdə. Hə. 2 qatlar ikincidə olacaq. Aha, onda A. Hə, A'dır. 2 qat ikincidə olacaq. Həmişə ikinci yerdə olur. Yox, Hədə axı 2-dən bizim çıxırsa, formulumuz hədə siyahı 2-dən çıxırsa. belədir. Bromlar buradan çıxıbsa gərək 2 qat rabda vura birləşsin də. 92. Bu səhifəni bitirək. 92 ilə 93 gedərsin. 2 metr referansı ifadə. Aha. 2 metr propen üçün hansı ifadə doğru deyil? 2 metr propenin formunu yazın. Birinci tez dərhal 3 dənə karbon. İkinci karbon atomuna metil. Bəli. Burada
Bir sigma rabitənin sayını verir. Bir dənə pi rabitə var. Bir sigma. Ha, burada 19'dan daxil edirsən sigma rabitə. Molekulunda Fəri eləyirsən sən də. Bəli, müəllimə. Molekulunda 10 sigma bir pi rabitə var. Sigma rabitəni tapmaq üçün Düzdür, C-A'dır, düzdür. sigma rabitənin C4 deməli neçədir bu? 1, 2, 3, 4'dür. 4 dənə də C4 H8. Sigma rabitənin sayı ümumi atomunun bir vahat təsdiqdir. 11 sigma eləyir. Niyə ki? 11 sigma. Baxın. Hangisi mi? 1, 2, 3, 4. 4 dənə karbon atomu var, 8 dənə hidrogen. C4 H8'dir bu. 4 tane karbon. Hə. Ümumi atomdan bir vahat təsdiq edir də sigma. 11 sigma 1 pi var. Hə, elə variantdır. Başa düşdün niyə? Ümumi atomdan bir vahat təsdiq edir. Yəni bir blok hesablamaya ehtiyac yoxdur. Yəqin hesablamısan. Onda Evet. hidrogen de olur burada bir tane. Burada hidrogen CH2 deyə yazmışam da. Ha, onda Burada onda düzdür. Siyasi onda olur. Ha, özünüz validliyə uyğun birləşdirməlisiniz də. Ortada var ha. Burada 2 tane şey varsa deməli bu ancaq özü qalmalıdır da. Heç nə birləşmir. Bəli, 4 dənə əsas odur ki, 4 rabitə çıxsın. 1, 2, 3. Ha, burada da 2 dənə çıxır. Bəli, burada 2 karbon atomu lazımdır. 93 də eləyin. Sizin razılıqdan ibarət. Etilen plus ender. Etilen. Bir də azot. C2H4 plus 10 litr qarışıq. Bromlu suda olan qabdan keçirəndə qabın kütləsi 2,8 qram artmışdır. Bromlu sudan azot mu girər, yoxsa etilen mi girər? Etilen. Etilen. Etilenin kütləsi nə qədərdir? 28. 28 1 moldu. 28 1 moldu. 28 qram artarsa 28 qram etilen 1 moldu da. Amma mənə deyir ki, 2,8 qram artar. Qabın kütləsi etilenin hesabına artar. Çünki etilen onlara reaksiya girər də. N2 necə girib elə də çıxacaq. 22.4 artar. 2,8 olanda bəs yox, bir də qulaq. 28 qram olanda 1 moldu. Bəs 2,8 qram neçə moldu? 0,1. 0,1 mol. Yəni 2,8 0,1 moldu. Sonra nə istəyir məndən? Qaz qarışığında etilenin həcm payını faizlə tapın. Hə. Həcm payını tapmalıyıq faizlə. 0,1 molu biz keçirməliyik həcmə. Həcm payı litrə vururuq. 0,1'i 23,4'e vuranda eləyəcək 2,24. Ümumən qarışığım 10 litrdir. Amma etilen 2,24 litrdir. İndi mən burada həcm payını necə tapıram? Etilenin həcmini bu həcm payı fi ilə işarə olunur. C2H4. Etilenin həcmini böləcəm ümumi həcmə vuracam 100'ə. Yəni etilen nə qədər idi? 2,24 deyil. 2,24'ü bölürəm ona, vururam 100'ə. O da isə 22,4. Aydın oldu. Qaz qarışığı daha doğrusu qabın kütləsi pi rabitə olan birləşmələr oradan keçəndə onunla reaksiya girir deyə onun hesabına artır. İstəyir bromlusu olsun, istəyir kalium permanganatlısı olsun. Ancaq hansı reaksiya girirsə onun hesabına artır. O biri necə girir, elə də çıxır. Amma bu onun üstünə 2,24 gəlmir. Çünki zaten onun içində var 2,24. Onun üstünə niyə gəlir ki? O qaz qarışığı deyil, onun üstünə əvvəldə. Biz 0,1 almadıq. 0,1 litrə çevirdim ki, bax bu 10 litrin içərisində 0,1 mol C2H4 var idi. 10 litrə yemiş. O da deyir 2,24 sonra tapıram. Sualın var Fəri? Müəllimə, orada axırıncı yazmışsınız. Onu başa düşmədim mən. Ən axırıncı yazığınızda. Məndən həcm payı istəyir də. C2H4'ün həcmini bölürəm ümumi həcmə, vururam 100'ə. 2,24 C2H4'ün həcmidir. Bölürəm ona ümumiyə, vururam 100'ə. Ondakı ümumi qaz qarışığının həcmidir. Bildim müəllimə. Yəni, indi bax burada məsələlər çox olduğuna görə
Mən yeni dərs keçmədim, üstündə qaldım. Çalışın, gələn dəfə heç olmasa 200-ə qədər gəlin də. Yəni biz orada paşda 100-ə qədər gəlmişik. Yaxşı müəllimə. Oldu, sağ ol.